Əbu Nəsr Farabinin barəsində müfəssəl bir qissə var və çox dəyərli bir sözdür. Bir gün bu daxil oldu bazara. Bazara getməyindən məqsəd bu idi, qocalmışdı. İstəyirdi özünə bir dənə qul ala bazardan, onda bazarlarda qul satardılar. Bazara daxil oldu, gördü bir nəfər, bir cavan, bir cüssəli cavan ki, Əbu Nəsr Farabinin elə məqsədinə uyğun bir görünüşə malik idi, işləy bir insana oxşayırdı. Yaxınlaşdı buna. Farabi bilirsiniz, Mədinətül Fazilə kitabının müəllifi, dünyada ikinci müəllim ləqəbi ilə tanınan böyük bir İslami şəxsiyyət. Yaxınlaşdı o qula, öz mədəniyyətinə uyğun olaraq o qulla rəftar elədi və ona belə bir sual verdi. Dedi, nə yeyirsən? Fikirləşdi, əvvəl bundan maraqlanım, daxili dünyasını bilim. Görüm, əgər mən bunu evimdə saxlamaqla bunun öhdəliklərini ödəyə bilərəmsə, özüm xoşbəxt hiss eləyə bilərsə, mənim evimdə bunu aparım. Yox, əgər birdən xüsusi bir kaprizləri varsa, da mənim aparım bunu evimdə əziyyət eləməyim. Soruşdu, nə yeyəcəksən? Dedi, hər nə yedizdirsün. Dedi, nə geyinəcəksən? Dedi, hər nə geyindirsün. Dedi, harda qalacaqsan? Dedi, harda saxlasın? Farabi biraz narahat oldu. Dedi, insan, mən səndən söz soruşuram ki, sənin şəraitindən tanış olum. Sən mənim dediyim sözləri eləcə də mənə qaytarırsan, məni dolamısan. O qul qayıtdı, Farabiyə bir cümlə dedi ki, o cümlə Farabini ağlatdı. Dedi, yox, sən məni dolamısan. Mən qulam. Qul hara, istəklər ara. Qul hara, Mövlasının sahibinin önünə şərt qoymaqlar ara. Elə ki, bu sözü Farabi eşitdi, deyirlər, Farabinin gözündən göz yaşları seylab olurdu. Dedilər, nədən nigaran? Dedi, məni bu cavanın sözləri nigaran elədi. Mən daxı bu cavan kimi qulam, amma heç vaxt özümə demədim qul hara, Mövlasının qabağında şərt qoymaq ara, öz istəklərini önə çəkmək ara. Mən də Allahın quluyam. Heç vaxt mən bu mərifətdə olmadığıma görə ağlayım. Bizim adımız bəndədir. Bəndənin barəsində deyiblər ki, bəndə ona deyərlər ki, öz istəyin yox, Allahın ondan tələb elədiklərinin ardıcı ola. Hər bir əməlində, ibadətində də bu cür ola. Bizə deyiblər, bəzən insan elə bilir, məsələn, nəfs-i əmmarə məsələsində yalnız özünün əsiri və düşünüdür. Yox. Ola bilər, bəzən insan elə mənəvi dünyasında da görəvli olduğun, yox, nəfsinə xoş gəldiklərini eləyə, ya özü-özünə qərar verdiklərini eləyə. Deyiblər, bu normal quldur, bu həqiqi bəndədir, hətta ibadətində əsarəti ola bilər.